Salam. Yəqin ki, filmlərdə görmüsünüz, kimsə şübhəli kimi saxlanılır və birdən o qapalı qapılar arxasında gizli bir taymer geriyə saymağa başlayır. Aha, bəli, çox məşhur bir detektiv səhnəsidir. Düzdür. Bugünkü dərin təhlilimizin missiyası da məhz sizə bu taymerin, yəni qanunvericilikdəki o incə saat mexanizminin reallıqda necə işlədiyini aydınlaşdırmaqdır. Çünki bu, həyatımıza birbaşa təsir edə biləcək çox ciddi bir hüquqi detaldır. Elədir. Biz bugün Konstitusiya Məhkəməsinin Milli Məclisə verdiyi yeni bir tövsiyəni və istintaqla məhkəmə arasındakı o qapalı saat mübarizəsini araşdıracağıq. Deməli, söhbət sadəcə saniyələrin getməsindən getmir, dövlətin, necə deyərlər, araşdırma aparmaq ehtiyacı ilə sizin şəxsi toxunulmazlığınız arasında qorunmalı olan bir balans var. Təbii ki, polis mənim sirlərimə elə-belə girə bilməz. Tamamilə. Kimsə saxlanılanda, polis onun bank, vergi və ya kommersiya sirlərinə ürəyi istəyən vaxt müdaxilə edə bilməz. Bunun üçün... Yəni, mütləq bir məhkəmə qərarı lazımdır. Bəli. Həm gizli məlumatlar üçün, həm də şəxsin həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmənin icazəsi tələb olunur. Mövcud qaydalara görə də məhkəmələr bu tip müraciətlərə müraciət daxil olandan sonra 24 saat ərzində baxmalıdırlar. Gəlin bunu biraz aydınlaşdıraq. Buyurun. Bu proses mənə eynilə bir şahmat saatını xatırladır. Yəni, kimsə saxlanılan kimi və gizli məlumatlar tələb olunan kimi həm istintaq, həm də hakim üçün sürətli bir taymer işə düşür. Çox dəqiq bənzətmədir. Hakim müraciəti aldığı andan etibarən proses maksimum sürətlənməlidir. Əsas hədəf odur ki, vətəndaş qeyri-müəyyənliyi içində qalmasın. Aha, bura qədər hər şey aydındır. Amma mənim beynimi qarışdıran başqa bir məqam var. Nədir o? Biz həmişə xəbərlərdə və ya elə hüquqi məqalələrdə 48 saatlıq saxlanılma müddəti ifadəsini eşidirik. Bəs məhkəməyə verilən bu 24 saatlıq vaxt o 48 saatla necə uzlaşır? Maraqlı sualdır. Yəni onlar bir-birinin üstünə gəlir. Tutaq ki, polisin 48 saatı var, sənədləri verir hakimə, hakimin də üstəgəl 24 saat olur. Xeyr, əsla. Yeni qərardakı ən vacib aha anı elə məhz budur. Məhkəməyə verilən o 24 saat əlavə bir müddət deyil. Bir dəqiqə, necə yəni əlavə deyil? Yəni o, şübhəli şəxsin tutulması üçün müəyyən edilmiş o ümumi 48 saatlıq limitin tamamilə içərisinə daxildir. Ciddi deyirsiniz? Yəni istintaqın 48 saatı, üstəgəl məhkəmənin 24 saatı yoxdur? Yoxdur. Bu 48 saat qəti və keçilməz bir tavan müddətidir. Vətəndaş məhkəmə qərarı olmadan heç bir halda o müddətdən artıq saxlanıla bilməz. Hər iki tərəf eyni 48 saata sıxışmağa məcburdur. Axı bu qeyri-mümkün səslənir. Təsəvvür edin, əgər hakim qərar vermək üçün öz qanuni 24 saatından tam istifadə edərsə... Polisin işləməyə cəmi 24 saatı qalır, bəli. Bəs polis o qədər sübutu toplamaq, dindirmə aparmaq və qalın qovluqları hazırlamaq üçün bu qısa vaxtı fiziki cəhətdən necə çatdırır? Çatdırmaq məcburiyyətindədirlər, çünki insan azadlığı fundamental bir hüquqdur. Amma düz qeyd edirsiniz, bu çox ciddi bir praktiki sürtünmə yaradır. Təbii ki, yəni iki fərqli orqan eyni dar vaxt büdcəsini bölüşməlidir. Elədir. İstintaqın uzanması birbaşa hakimin o materiallarla tanış olmaq vaxtından kəsir. Bu məsələ mənə sanki bir tortu iki ac adam arasında bölməyi xatırladır. Aha, yaxşı analogiyadır. Yəni, əgər qanun bu vaxtı dəqiq bölməzsə, polis işi hazırlamağı o qədər vaxt xərcləyər ki, sonda hakimin qərar vermək üçün cəmi bir neçə dəqiqəsi qalar. Ya da əksinə, istintaq macal tapmaz, elə deyil? Tamamilə doğrudur. Elə Konstitusiya Məhkəməsinin də problemi həll etmək üçün Milli Məclisə verdiyi tövsiyənin məğzi budur. Yəni, o tortu ədalətli bölmək qaydasını yazmaq. Bəli, məqsəd odur ki, həmin o 48 saat çərçivəsində istintaq orqanları və məhkəmələr arasında ağlabatan vaxt bölgüsü müəyyənləşdirilsin. Aydın məsələdir. Hər kəs nə qədər vaxtı olduğunu bilməlidir ki, işini düzgün qura bilsin. Düzdür, çünki ağlabatan vaxt bölgüsü məhz qərarların obyektiv araşdırılmasını təmin etmək üçündür. Tələskənlik bilirsiniz də, həmişə xətalara yol açır. Vaxtın dəqiq tənzimlənməsi bunun qarşısını alacaq. Deməli, siz artıq xəbərlərdə eşitdiyiniz o sadə 48 saatlıq tutulma ifadəsinin arxasında necə gərgin bir vaxt bölgüsü və hüquqi mübarizə getdiyini bilirsiniz. Və qanunun əsas məqsədinin sadəcə kimisə cəzalandırmaq yox, prosesin düzgün və ədalətli işləməsi olduğunu da bir daha xatırlamalıyıq. 100%.
Və dərin təhlilimizi yekunlaşdırmazdan əvvəl sizin üçün kiçik, amma düşündürücü bir sual buraxmaq istəyirəm. Buyurun, eşidirik. Əgər gələcəkdə qanun bu 48 saatı hər iki orqan arasında dəqiq-dəqiqəsinə qədər sərt şəkildə bölərsə, görəsən bu, polisin məhkəməyə gətirdiyi sübutların keyfiyyətini və o sübutların yığılma üsulunu necə dəyişəcək? Çox maraqlı bir nüansdır. Bəli, çünki artıq heç kim digərinin o dediyimiz şahmat saatından vaxt oğurlaya bilməyəcək. Bu barədə həqiqətən düşünməyə dəyər. Növbəti görüşlərdə görüşənədək.